Həbsxana həyatınız necə keçdi? Siz həm qapalı, həm də açıq tipli həbsxanada olubsunuz. Münasibət necə idi sizə? Bildiyiniz kimi Azərbaycanda mövcud vəziyyət çox acınacaqlıdır. Azad sözə, azad fikrə, azad əqidəyə hakimiyyət tərəfindən baskılar var. Şübhəsiz ki, belə bir vaxtda həbslər qaçılmazdır. Bizim həbsimiz gözləniləndir. Biz özümüzü həbsə hazırlamışdıq. Yəni psixoloji durum olaraq və bilirdik ki, hakimiyyət azad düşüncəli insanlara, tənqid edən insanlara, hakimiyyətin siyasətini tənqid edən insanları həbs edə bilər. Şükür olsun Allaha, biz tam hazır formada həbsxanaya daxil olduq. Və həbsxanada şükürlər olsun Allaha, düzdür, hakimiyyət zülm edir, amma istər hakimiyyət tərəfindən həbsxanada qapalı tipli olsun, cəzaçəkmə müəssisəsi olsun, orada olan işçilərin və yaxud məhbusların, cinayətkarların vicdan məhbuslarına, İslamcı məhbuslar olsun, vicdan məhbusları, siyasi məhbuslar olsun, fərq etməz. Yəni, nahaq yerə şərlənən insanlara böyük hörmət qoyurlar. Onlar bilirlər ki, bu insanlar bura nahaq yerə, ümumiyyətlə, mübarizə uğrunda həbsə atılıblar. Və Azərbaycanda deyərdim ki, həbsxanalar hal-hazırda beyin mərkəzlərinə çevrilib. Çünki Azərbaycanın düşünən beyinləri hal-hazırda həbsxanalardadırlar. Bu da anormal hakimiyyətlərdə, dövlətlərdə mümkün olur. Yəni, müasir, azad tipli dövlətlərdə, cəmiyyətlərdə beyin mərkəzləri azad təfəkkürlü insanlara hörmət qoyulur, cəmiyyətlər. Amma sadəcə Azərbaycanda bu artıq həbsxanalarda mümkündür. İnanıram ki, həbsxanalarda olan vicdan məhbusları, siyasi məhbusların o beyinləri ki, var, beyin mərkəzlərini ki, Azərbaycanın cəmiyyətinin gələcəyi üçün artıq düşünürlər həbsxanalarda. Bu, Azərbaycanı bu avtoritar rejimdən, totalitar rejimdən xilas edəcək, azad cəmiyyət Azərbaycanda inşallah bərpa olunacaq. Bundan sonra fəaliyyətinizi necə davam etdirəcəksiniz? İlahiyyatçı, yoxsa siyasətçi kimi? Çünki siz Milli Şuranın da üzvüsünüz. Bəli, qeyd etmək istəyirəm ki, bizim düşüncəmizdə ilahiyyatçı siyasətçi də ola bilər, siyasətçi ilahiyyatçı da ola bilər. Yəni, bunlar bir-birinə zidd olan məfhumlar deyil. Ümumiyyətlə, dinin siyasətdən uzaq olması bu bizim baxışımızda səhv bir məntiqdir. Ümumiyyətlə, İslam tarixini oxusaz, 19-cu əsrə qədər Azərbaycan tarixində dövlət quruculuğunda müsəlman hüququndan istifadə olunub. Yəni, o ki, deyirlər, İslam dinindən, İslam siyasətindən uzaqdır. Bu, tarixdən xəbəri olmayan insanların və yaxud məqsədyönlü şəkildə fikirlər yürüdülür. Bizim hal-hazırki fəaliyyətimiz, yəni xüsusən gələcək fəaliyyətimiz, bilirsiniz ki, yanvar ayının 13-cündə Azərbaycan 2015-də biz həbsdə olduğumuz müddətdə müsəlman dilli hərəkatı yaradıldı. Onun ideologiyası var, milli və İslami məfkurədə İslamçılıq, ümmətçilik, yəni heç bir ixtilaf yaratmadan Azərbaycan xalqının o milli mənəvi dəyərlərinin qorunması və şübhəsiz ki, biz bu ideologiya əsasında, prinsiplər əsasında cəmiyyətdə öz fəaliyyətimizi davam etdirəcəyik. Ölkədə dini durumu necə qiymətləndirirsiniz? Ölkənin din xadimləri xalqa örnək ola bilirmi? Şükürlər olsun Allaha ki, artıq bu müasir dövrdə, yəni keçmişdə biz bilirsiniz ki, SSR-in istilası altındaydıq. Yəni ruhanilərimizə, dinimizə çox zülm olmuşdu, ateizm vardı. Amma şükür olsun, müstəqillik qazanandan sonra artıq Azərbaycanda dini baskı aradan qaldırıldı və yeni ruhanilər, yeni şəxsiyyətlər formatı. Təəssüflər olsun ki, bunlarla paralel o SSR-nin qalıqları, SSR düşüncəsinin qalıqları ruhanilər də var idi. Yəni, bugün cəmiyyətimizdə də var onlar. Amma hal-hazırki durumda Azərbaycanda həbsdə olan ruhanilər bir daha sübut etdilər ki, Azərbaycan xalqının ruhaniləri öz xalqını, vətənini sevən və xalqın gələcəyini düşünən insanlardır. Və inanıram ki, Azərbaycanda belə bir ruhanilər var, həbsdə də var, həbsdən kənarda, yəni həm böyük zindanda, həm kiçik zindanda belə bir ruhanilərimiz, örnək olan ruhanilərimiz var. Hökumət-din münasibətləri necə nizamlanır? Bu sayədə islahatlara ehtiyac duyursunuzmu? Dövlət-din münasibətləri çox əhəmiyyətli məsələlərdəndir. Çünki din-dövlət münasibətlərində hər hansı problem yaranarsa, həmin dövlətin qalıcılığı uzun müddətli olmağa sol altına gedir. Azərbaycanda təəssüflər olsun ki, din-dövlət münasibətində böyük uçurumlar var. Gördüyünüz kimi artıq neçə illərdir Azərbaycanda yersiz olaraq, konstitusiyaya zidd olaraq hicab qadağası var, pasportlarda, yəni bu nə Amerikada, nə Avropa ölkələrində, yəni qeyri-müsəlman ölkələrdə bu tətbiq olunmur. Yəni hicablı qadınlar hicablı formada şəkil çəkdirə bilərlər pasportlarında, yəni azad olan demokratik dövlətlərdə. Amma Azərbaycanda artıq 1999-cu ildə başı bağlı pasporta şəkil çəkdirmək olmaz. Artıq demək olar 2009-2010-cu illərdən Azərbaycanda orta məktəbli hicab qadağası var. Yəni bu problemlər onu göstərir ki, Azərbaycanda din-dövlət münasibətləri normal deyil. İnsanlar bu günlərin dövlətin dinə
o iddia elədiyi kimi məhəbbətinə inanmır. Yəni bu gün Azərbaycanda dini qurumlar olsun, istər Qafqaz müsəlmanlar olsun, insanlar, Azərbaycan xalqı bunlara inanmır. Çünki dövlətin apardığı siyasətin təmsilçiləri, güzgüsü bunlardır və bunlar da heç vaxt haqqı müdafiə eləmirlər. Zindanlarda yatan insanlar, həbsxanada narkotiklə şikayətlənən, zülm olunan İslamçı ruhanilərə heç vaxt müdafiə etmirlər. Əksinə dövlətin siyasətinə dəstək olublar bu məsələlərdə. Şübhəsiz də bu inancı kütlə Azərbaycan xalqının gözündən qaçmır. Gözündən qaçmadığına görə də bu gün dövlət-din münasibətində ciddi problem var. İslahatlara həqiqətən ehtiyac var. Əgər biz dəfələrlə demişik, Azərbaycan hakimiyyəti bu islahatlara getməsə, onun sonu heç də yaxşı görsənmir. Yəni, ümid edirik ki, inşallah bu islahatlar olacaq.